Hörmətli ərəb dilini öyrənmək istəyənlər, bugündən etibarən biz sizinlə ərəb əlifbasının yazılışı, oxunuşu və deyiliş dərslərinin tədrisinə başlayarıq. Bilirsiniz ki, ərəb dili dünyanın ən zəngin və ən qədim dillərindən biri sayılır. Və ərəb dili həmçinin müqəddəs kitabımız olan Quran-ı Kərimin dilidir. Ərəb dilində 28 hərf vardır. Bəzi kitablarda isə ərəb əlifbasının 29 hərfdən təşkil olunduğu yazılmışdır. Lakin düzgün fikir budur ki, ərəb dilində 29 yox, 28 hərf mövcuddur. Lakin bəzi alimlər ləm əlif hərfini ərəb əlifbasına daxil etmiş və ərəb əlifbasında 29 hərfin olmasını qeyd etmişlər. Ərəb dili Azərbaycan dilindən fərqli olaraq soldan sağa yox, sağdan sola yazılır. Yəni, Azərbaycan əlifbasının əksi olaraq sağ tərəfdən sol tərəfə yazılaraq ərəb dilini və ərəb əlifbasını oxumaq mümkündür. Ərəb əlifbasının səslənməsində oxşar səslər mövcuddur və həmin səsləri və ya həmin hərfləri düzgün bir şəkildə tələffüz etmədikdə ərəb dilində olan sözlərin mənası dəyişə bilər. Və biz öz dərslərimizdə məxrəc elminə, yəni hər bir hərfin çıxış yerinə, hansı yerdən dilimizin ucunu və ya dilimizin yanını ağzın hansı tərəfinə vurmaqla həmin hərflər tələffüz olmasına fikir verəcəyik. Ərəb əlifbasının birinci hərfi əlif hərfidir. Əlif hərfi gördüyünüz kimi düz xətt formasında yazılaraq Azərbaycan dilində olan ə səsinin incə formasıdır. Yəni, bu hərfin səslənməsi Azərbaycan əlifbasında olan ə səsinin, ə saitinin tamamilə oxşarı olaraq əlif deyə səslənir. Bir daha səsləndirirəm, əlif. Bu şəkildə gördüyünüz əlifin sərbəst formasıdır. Əlifin yanında gördüyünüz bu simvol həmzə işarəsidir, həmzə adlanır. Həmzə çox vaxt əlifin üzərində yazıldığı üçün bu şəkildə də əliflə bir yerdə verilmişdir. Bu isə əlif hərfinin ortada və ya axırda yazılış formasıdır. Qeyd edim ki, əlif hərfi özündən sonra birləşməyən hərflərə daxildir. İndi isə gəlin əlif hərfinin yazılış formasına baxaq. Əlimizi yuxarı hissədən tutaraq aşağıya doğru iki damanı əhatə edəcək bir miqdarda çəkərək düz xətt formasında yazılış forması əlif hərfinin tamamilə yazılış formasının oxşarıdır. Bir daha təkrarlayıram. Yuxarı hissədən əlimizi aşağıya doğru iki damanı əhatə edəcək bir miqdarda düz xətt formasında yazaraq əlif hərfinin sərbəst və əvvəldə olan formasını yazmaq mümkündür. Əlif hərfinin ortada və ya axırda yazılış forması isə yenə də əlimizi yuxarıdan aşağıya doğru gətirərək və sağ tərəfə apararaq əlifin ortada və ya axırda olan formasını yaza bilərik. Qeyd edim ki, burada əlif hərfinə soldan heç bir hərf birləşə bilməz və məhz buna görə əlif hərfi özündən sonra birləşməyən hərflərin sırasına daxildir. Ərəb əlifbasının ikinci hərfi B hərfidir. B hərfi gördüyünüz kimi bu formada yazılır və hərfin altında bir nöqtə olmaqla kifayətlənir. B hərfinin sərbəst forması, B hərfinin əvvəldə gələn forması, B hərfinin orta forması, B hərfinin axırda olan forması. Burada gördüyünüz kimi B hərfinin 4 forması vardır. Bu o deməkdir ki, sərbəst halda, adi bir halda B hərfi bu formada yazılır. B hərfi sözün əvvəlində olarsa, bu formada, yəni sağ tərəfi bağlı, sol tərəfi isə açıq. Yəni, bu o deməkdir ki, sol tərəfdən B hərfinə hər hansı bir hərf birləşə bilər. B hərfi ortada, hər iki tərəfi açıq olmaqla
sağdan və soldan açıq olmaqla sözün ortasında gələ bilər. Həm sağdan, həm də soldan hər hansı bir hərflə birləşməsi mümkündür. B hərfi sonda və ya axır forması, sol tərəfi bağlı, sağ tərəfi isə açıq. Yəni bu o deməkdir ki, bu artıq B hərfinin sözün sonunda olan formasıdır və burada B hərfi tam bağlı bir şəkildədir. Burası isə sağ tərəfi isə açıq. O deməkdir ki, hər hansı bir hərflə birləşməsi mümkündür. B hərfinin məxrəci, yəni B hərfinin çıxış yeri. Bildiyimiz kimi B hərfinin məxrəci dedikdə, yəni B hərfinin çıxış nöqtəsi, çıxış yeri nəzərdə tutulur. Dodaqlarımızın yaş hissəsi. Dodaqların quru və yaş hissəsi vardır. Yaş hissəsi, yəni biraz içəri hissə adlanır. Yaş hissəsini bir-birinə bərk bir şəkildə, möhkəm bir şəkildə vurmaqla əbb, hava axınını dayandırmaqla əbb. Azərbaycan dilində olan B səsinin çox incə formasıdır. Bir daha təkrarlayıram. B hərfinin çıxış yeri, çıxış mərkəzi və ya məxrəci dodaqların yaş hissəsini bir-birinə möhkəm bir şəkildə vurmaqla, hava axınını dayandırmaqla Azərbaycan dilində və ya Azərbaycan əlifbasında olan B səsinin incə formasıdır. B hərfinin düzgün səslənməsi bu formadadır. B. Səhv səslənməsi isə B, burada hava axını dayanmadı və ya ba, burada isə tam qalın bir şəkildə tələffüz olundu. Bu da ərəb dilində olan B səsinin səslənməsi kimi düzgün sayılmır. B hərfinin məxrəci, bir daha təkrarlayıram, dodaqlarımızın yaş hissəsini bir-birinə möhkəm bir şəkildə vuraraq, hava axınını dayandıraraq Azərbaycan əlifbasında olan B səsinin incə formasıdır. Bu hərfin səslənməsi B deyərək səslənir. İndi isə gəlin B hərfinin yazılışına baxaq. Əlimizi yuxarı hissədən götürərək, başlayaraq aşağıya tərəf çəkib, iki damanı əhatə edəcək miqdarda və təzədən yuxarıya tərəf qaldıraraq və nöqtəni tam hərfin ortasından yazaraq B hərfinin sadə və ya sərbəst formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. B hərfinin əvvəldə gələn forması isə yenə də əlimizi yuxarı hissədən başlayaraq, yazını başlayaraq aşağıya tərəf və iki damanı əhatə edəcək miqdarda və sol tərəfi boş bir şəkildə saxlayaraq nöqtəmizi tam ortadan yazaraq B hərfinin əvvəldə gələn formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Nöqtəni tam ortadan yazaraq B hərfinin əvvəldə gələn formasını yazmaq mümkündür. B hərfinin ortada yazılışı isə bu formadadır. Əlimizi sağ tərəfdən bir daha göstərirəm. Sağ tərəfdən başlayaraq düz xətt və bir dama miqdarında gətirib, sonra isə yuxarı qaldıraraq və təzədən həmin xəttlə aşağı düşüb xəttimizi davam edərək və nöqtəni tam ortadan yazaraq B hərfinin ortada olan formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Və nöqtə tam ortadan yazılaraq B hərfinin ortada olan yazılış formasını yazmaq mümkündür. B hərfinin sonda və ya axırda yazılış forması isə əlimizi yenə sağ tərəfdən götürərək yuxarıya tərəf və iki damanı əhatə edəcək miqdarda gətirərək və sol tərəfini bağlayaraq və nöqtəni həmin hərfin tam orta hissəsindən yazaraq B hərfinin sonda və ya axırda yazılış formasını yazmaq mümkündür. Və burada gördüyünüz kimi sağ tərəf
açıqdır. Yəni bu hərfə hər hansı bir hərf birləşə bilər. Sol tərəf isə bağlı, yəni sözün sonu olaraq bu hərfdən sonra heç bir hərf gəlməməsinə dəlalət edir. Ərəb əlifbasında olan üçüncü hərfimiz T hərfidir. T hərfi gördüyünüz kimi eyni ilə B hərfinin oxşarı yalnız üzərində 2 nöqtə olmaqla B hərfindən fərqlənir. Və burada gördüyünüz kimi T hərfinin 3 forması vardır. T hərfi əvvəldə, T hərfi ortada, T hərfi axırda. T hərfi əvvəldə sağ tərəf bağlı, sol tərəf açıq. T hərfi ortada, sağ və sol tərəf hər iki tərəf açıq olmaqla və T hərfi sonda və ya axırda sol tərəf bağlı, sağ tərəf açıq olmaqla T hərfinin 3 halını görmək və ya yazmaq mümkündür. T hərfinin məxrəci, yəni T hərfinin çıxış yeri dilimizin ucunu yuxarı kəsici dişlərin kökünə vurmaqla, bir daha təkrarlayıram, T hərfinin məxrəci, yəni çıxış yeri dilimizin ucunu yuxarı kəsici dişlərin kökünə vurmaqla Azərbaycan dilində olan T səsinin incə formasıdır. Məxrəci bir daha təkrarlayıram, dilimizin ucunu yuxarı kəsici dişlərin kökünə vurmaqla Azərbaycan əlifbasında olan T səsinin tamamilə oxşarı və ya incə formasıdır. Bu hərfin düzgün səslənməsi bu formadadır. T, T, T. Böyük ərəbşünas və qiraət alimi olan İbnül Cəzəri öz Cəzəriyə adlanan şeirində belə buyurmuşdur. وَالطَّاءُ وَالدَّالُ وَالتَّا مِنْهُ وَمِنْ عُلْيَ الثَّنَايَا. Burada T hərfinin yuxarı kəsici dişlərin kökündən çıxmasına dəlalət etmişdir. İndi isə gəlin T hərfinin yazılış formalarına baxaq. T hərfinin sərbəst forması və ya sadə forması əlimizi yuxarı hissədən başlayaraq, yazılışa başlayaraq, 2 damanı əhatə edəcək bir şəkildə əlimizi çəkməmək şərti ilə yuxarı qaldırıb və 2 nöqtəni bu hərfin və ya bu simvolun tam ortasından yazaraq T hərfinin sərbəst formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Yuxarı damadan başlayaraq aşağıya tərəf əlimizi çəkməmək şərti ilə 2 damanı əhatə edəcək miqdarda və təzədən yuxarı qaldıraraq və nöqtələrimizi həmin bu simvolun tam ortasından qoymaqla T hərfinin sərbəst formasını yazmaq mümkündür. T hərfinin əvvəldə yazılış forması isə yenə də yuxarı hissədən başlayaraq aşağıya tərəf gətirib və 2 damanı əhatə edəcək miqdarda yalnız hərfin sol tərəfini açıq qoymaqla və nöqtələri bu hərfin tam ortasından yazmaqla T hərfinin əvvəldə olan formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Yuxarı hissədən başlayaraq aşağıya tərəf və sol tərəfi açıq qoymaqla və nöqtəni tam ortadan yazaraq T hərfinin əvvəldə olan formasını yazmaq mümkündür. T hərfi ortada, yenə də əlimizi sağ tərəfdən tutaraq, sola tərəf çəkərək və bir damanı əhatə edəcək miqdarda əlimizi yuxarı qaldıraraq və həmin eyni xətlə aşağı düşərək sola tərəf hərəkət edib və nöqtələri tam ortadan yazaraq T hərfinin ortada olan yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Sağ tərəfdən başlayıb düz xətt və əlimizi yuxarı tərəf qaldırıb həmin xətlə də aşağı düşüb sola tərəf və ortadan 2 nöqtəni yazaraq T hərfinin ortada olan yazılış formasını yazmaq mümkündür. T hərfinin sonda yazılış forması isə yenə də əlimizi sağ tərəfdən düz xətt formasına və əlimizi yuxarı qaldıraraq və 2 damanı əhatə edəcək miqdarda əlimizi çəkməmək şərti ilə həmin bu simvolu bağlayaraq və nöqtələri
tam ortadan yazaraq T hərfinin sonda olan yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Və nöqtələri tam ortadan yazaraq T hərfinin sonda olan yazılış formasını yazmaq mümkündür. Ərəb əlifbasında olan üçüncü hərfimiz Th hərfidir. Th. Eyni ilə B və T hərfinin oxşarı olaraq yalnız üzərində 3 nöqtə ilə fərqlənən həmin bu hərf Th hərfi adlanır və dilimizdə olan S səsinin incə və pərtəy formasıdır. Və bu hərfin məxrəci, yəni çıxış yeri dilimizin ucunu yuxarı kəsici dişlərin ucuna vuraraq və ya dilimizin ucunu aşağı və yuxarı kəsici dişlərin arasından bir az çıxardaraq dilimizdə olan S səsinin incə və pərtəy formasıdır və bu hərfin ərəb dilində və ya ərəb əlifbasında düzgün səslənməsi bu cürdür. Th, th, th. Bəzi insanlar bu hərfə S hərfi deyirlər və bu cür səslənmə ərəb dilinin əlifbasına görə və ya ərəb dilinə görə düzgün deyildir. Bu hərfin məxrəci və ya çıxış yeri dediyim kimi dilimizin ucunu yuxarı kəsici dişlərin ucuna, uc hissəsinə və ya aşağı və yuxarı kəsici dişlərin arasından bir az çıxartmaqla Azərbaycan dilində olan S səsinin incə və pərtəy formasıdır və bu hərfin düzgün səslənmə forması Th, th, th deyərək səslənməsi daha düzgündür. Böyük ərəbşünas və qiraət alimi olan İbnül Cəzəri özünün Cəzəriyyə adlanan əsərində belə buyurmuşdur. وَالظَّاءُ وَالذَّالُ وَثَا لِلْعُلْيَا. Yəni, həmin bu th hərfinin yuxarı kəsici dişlərdən çıxmasına işarə etmişdir. İndi isə gəlin th hərfinin yazılış formalarına baxaq. Yuxarı hissədən başlayaraq aşağıya doğru əlimizi çəkməmək şərti ilə 2 damanı əhatə edəcək miqdarda və yuxarıya tərəf qaldıraraq və nöqtələri 1, 2, 3 bu formada yazaraq Th hərfinin sərbəst formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Th hərfinin əvvəldə yazılış forması isə sol tərəfi açıq buraxaraq və yenə də 3 nöqtəni tam hərfin ortasından yazaraq Th hərfinin əvvəldə olan yazılış formasını yazmaq mümkündür. Th hərfi ortada əlimizi çəkməmək şərti ilə və həmin xətlə aşağıya tərəf və sol tərəfə gedərək hər iki tərəfi açıq qoymaqla və həmin nöqtələri tam ortadan yazmaqla Th hərfinin ortada olan yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Th hərfi axırda bir daha İndi isə ərəb əlifbasının 5-ci hərfi olan cim hərfi ilə tanış olaq. Cim hərfi gördüyünüz kimi bu formada yazılır və nöqtə həmin hərfin ortasından yazılaraq ərəb dilində olan cim hərfini görmək mümkündür. Cim hərfinin məxrəci, yəni çıxış yeri, dilin ortası yuxarı damağa dəyərək, bir daha təkrarlayıram, dilin ortası yuxarı damağa dəyərək hava axınını dayandıraraq dilimizdə olan, Azərbaycan dilində olan G səsinin oxşarıdır. Məxrəci, bir daha təkrarlayıram, dilin ortası yuxarı damağa dəyərək
hava axını dayanaraq Azərbaycan dilində olan g səsinin oxşarı olaraq bu hərfimiz cim deyərək səslənir. Cim. Cim hərfi müxtəlif formalarda deyilir. Yalnız bu müxtəlif formalardan biri düzgün səslənmədir. Və bu səslənmə də dediyimiz kimi dilin ortası yuxarı damağa dəyərək hava axını dayanaraq Azərbaycan dilində olan g səsinin oxşardır. Bəzi insanlar bu hərfi cim tələffüz edir, incə formada. Bu cür tələffüz düzgün tələffüzdən sayılmır, çünki bu tələffüz zamanı dilin ortası yox, dilin uc hissəsi damağa dəyir və bu da düzgün məxrəc sayılmır. Bəzi ərəb ölkələrində bu hərf jim adlanır və bu səslənmə də düzgün səslənmə deyildir, çünki İbnül Cəzəri, böyük qiraət alimi və ərəbşünas İbnül Cəzəri Cəzəriyyə əsərində "Vəl-vaslu fəcimu şinuyə" məhz dilin ortasından cim hərfinin çıxmasını qeyd etmişdir. Və bu hərfin düzgün səslənməsini bir daha təkrarlayıram. Bu hərfin düzgün səslənməsi cim, cim deyərək dilin ortasından səslənir. Bu hərfə cim və ya jim səslənməsi düzgün sayılmır. İndi isə gəlin cim hərfinin yazılış formalarına baxaq. Cim hərfi məhz bu formada yazılır. Bir daha təkrarlayıram. Cim hərfinin əvvəldə yazılış forması isə bu formada yazmaq mümkündür. Tam orta bir hissədən başlayaraq düz xətt formasında çəkib və nöqtəni həmin bu simvolun alt hissəsindən yazaraq cim hərfinin əvvəldə olan yazılış formasını görmək mümkündür. Bir daha təkrarlayıram. Cim hərfi ortada hər iki tərəfdən birləşərək və nöqtə tam orta hissədən, tam ortadan yazılaraq cim hərfinin ortada yazılış formasını yazmaq mümkündür. Cim hərfinin ortada yazılış forması iki formada yazmaq mümkün sayıla bilər. Bu formada da yazmaq olar və ya bu formada da yazıb göstərmək düzgün sayıla bilər. Və ya gördüyünüz kimi hər iki tərəfdən hər hansı bir hərfə birləşə bilər, sağdan və ya soldan. Və nöqtəni tam ortadan yazaraq cim hərfinin yazılış forması yazılır. Burada da bu hissədən hər hansı bir hərfə birləşir, soldan da hər hansı bir hərfə birləşə bilər, sağdan və soldan cim hərfinin yazılış forması yazıla bilər. Cim hərfinin sonda yazılış forması isə bu formada yazılır. Və nöqtə tam ortadan yazılaraq cim hərfinin sonda yazılış formasını yazmaq mümkündür. İndi isə ərəb əlifbasında olan 6-cı hərfimiz H hərfi ilə tanış olaq. H hərfinin məxrəci, yəni çıxış yeri boğazın ortasıdır. Boğazın ortası tam sıxılaraq və hava axını sıxıntı bir formasında tələffüz olunaraq Azərbaycan dilində olan H səsinin sıxılmış formasıdır. Və ərəb əlifbasında bu hərfin səslənməsi bu cürdür. H, H, H. Azərbaycan dilində isə bu səs H, H deyərək səslənir. Ərəb dilində isə H
boğazın tam ortası sıxılaraq bu hərfin səslənməsini eşitmək mümkündür. Bir daha təkrarlayıram. Hə, hə, hə. Böyük ərəbşünas və qiraətçi olan İbnül Cəzəri özünün Cəzəriyyə adlanan əsərində və min vasdihi fa'inun hə boğazın ortasından hə hərfinin çıxmasını qeyd etmişdir. İndi isə gəlin hə hərfinin yazılış formalarına baxaq. Hə hərfi eyni ilə cim hərfi kimi yazılır, yalnız nöqtə bu hərfdə yazılmır. Yəni nöqtəsiz yazılır. Bir daha təkrarlayıram. Cim hərfi ilə tamamilə oxşardır. Fərqləndirən yalnız cim hərfində nöqtənin ortada olması, hə hərfində isə tam nöqtəsiz bir simvol olması ilə cim hərfindən fərqlənir. Hə hərfi əvvəl forması eyni ilə cim hərfində olan əvvəl formasıdır. Yalnız nöqtənin olmaması ilə cim hərfinin əvvəl formasından fərqlənir. Bir daha. Hə hərfi ortada isə bu formada da yazıla bilər. Bu formada da yazmaq düzgün sayılır. Hə hərfinin axırda yazılış forması isə eyni ilə cim hərfinin yazılış formasıdır. Yalnız nöqtə bu hərfdə yazılmır. İndi isə gəlin ərəb əlifbasında olan 7-ci hərfimiz xa hərfi ilə tanış olaq. Xa hərfi eyni ilə cim və hə hərflərinə oxşayır. Yalnız üzərində nöqtə olmaqla həmin bu iki hərfdən, yəni cim və hə hərfindən fərqlənir. Xa hərfinin məxrəci, yəni çıxış yeri boğazın əvvəlidir. Boğazın əvvəlindən çıxan bu səs Azərbaycan dilində olan x səsinin eyni ilə oxşardır. Yalnız qalın hərf kimi tələffüz olunur. Bu hərfin ərəb əlifbasında səslənməsi xa, xa deyərək səslənir. Bu hərfin məxrəcini bir daha təkrarlayıram. Bu hərfin çıxış yeri və ya məxrəci boğazın əvvəli sayılır. Boğazın əvvəlindən çıxan bu səs Azərbaycan dilində olan x səsinin eyni ilə oxşardır. Yalnız qalın formada tələffüz olunur. Bu hərfin ərəb əlifbasında səslənməsi xa, xa deyərək səslənir. İslam və ərəb dünyasının ən böyük alimlərindən biri İbnül Cəzəri özünün Cəzəriyyə adlanan əsərində ədnəhu qaynun xauha deyərək xa hərfinin boğazın əvvəlindən çıxmasına işarə etmişdir. İndi isə gəlin xa hərfinin yazılış formalarına baxaq. Bu hərf eyni ilə cim və hə hərfləri kimi yazılır. Yalnız fərq nöqtənin üzərində, həmin bu simvolun üzərində olması ilə iki hərfdən, yəni cim və hə hərflərindən fərqlənir. Bir daha yazaq. Eyni ilə hə hərfi olduğu kimi yazılır və nöqtə həmin hərfin üzərində yazılaraq xa hərfini yazmaq mümkündür. Xa hərfi əvvəldə isə eyni ilə hə hərfinin oxşarıdır. Yalnız nöqtə həmin hərfin üzərində yazılaraq xa hərfinin əvvəldə olan yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Xa hərfi ortada isə iki formada yazmaq olar və nöqtə tam üzərində qoyularaq və ya bir daha təkrarlayıram.
X hərfi sonda yazılış forması. Eyni ilə H hərfinin oxşarı və sağ tərəfdən birləşərək və nöqtə həmin hərfin üzərində yazılaraq X hərfinin sonda yazılış formasını yazmaq mümkündür. İndi isə gəlin sizinlə keçdiyimiz 7 hərfin deyiliş formalarını bir daha nəzərdən keçirək. Əlif, B, T, Th, Cim, H, X. Əlif, B, T, Th, Cim, H, X.